yəni kəmiyyət bildirən sözlərdir. Bunları əvvəlki mövzularda da bilirik, sadəcə olaraq burada qruplaşdırılmışdır ki, asan olsun. Many çoxlu, a few biraz, few az, several bir neçə. Bunlardan sonra mütləq cəm isim olmalıdır. Məsəl üçün, many books, a few books deyə bilərik, few books deyə bilərik, several books. Bunlar mütləq cəm isimdən işlənir. Much çoxlu, a little biraz, little az, a great deal of çox. Bunlar da mütləq saydmayan isimlərlə. Məsəl üçün, much time, a little time deyə bilərik, little time, a great deal of. Amma yalnız bir qrup bizim kəmiyyət bildirən sözlərimiz var ki, bunlar həm cəm isimlə, həm də tək isimlə. Yəni, birinci sırada və ikinci sırada olduğu kimi ikisi ilə də işlənə bilər. Bu, a lot of-dur, some və any, more, enough, kifayət qədər, plenty of çoxlu, all, bütün, most, əksəriyyəti çoxu, no, heç. Yəni, dediyim kimi bunlar həm cəm isimi ilə, eyni zamanda tək isim ilə, yəni sayılmayan isimlə də işlənə bilər. Məsəl üçün, deyə bilərəm a lot of time, sayılmayan isim və yaxud da ki, a lot of books, cəm isim. Sayılmayan isim, eyni zamanda cəm isimlə də işlənir, ikisi ilə də. Bəzən testlərə tez-tez düşür. 100. 100 deməkdir. Özündən sonra gəlir isim, cəm isim gəlir. 100 books. Məsəl üçün. Digər tez-tez baxaq. Sifətin dərəcələrində də görə bilərik. Məsəl üçün, burada few, fewer, the fewest, many, most, the most, much, most, the most, little, less, the least. Məsəl üçün, burada very. Verydən sonra nə gələ bilər? Much gələ bilər, many gələ bilər, few, little. To'dan sonra much, many, few, little. Only'dən sonra, həmişə only'dən sonra a little, a few, some. A number of-un həmişə xəbəri cəmdə işlənir. The number of-un xəbəri həmişə təkdə olur. Diqqətlə baxaq. Məsəl üçün, cəm xəbər deyəndə are, have, tək, is, was, has və yaxud da ki, əsas feillər s artılan təki bildirir. Heç nə artırılmayanda cəm olduğu kimi qalır. So-dan sonra birbaşa much gələ bilər, many gələ bilər, few, little. Saçdan sonra birbaşa a lot of gələ bilər. So-dan sonra nə gələ bilər? Birbaşa ya sifət gələ bilər, ya zərf gələ bilər. Məsələn, so good. Amma saçdan sonra sifət, sonra da ardıcan isim gəlir. Məsələn, such a good boy. Saçdan sonra sifətim gəlib, mütləq şəkildə ismim də gəlməlidir. So-dan sonra ya sifət, ya zərf. Saçdan sonra isə mütləq sifət, sonra ardıcı isim işlənir.